100'ə 2 litr benzin içən maşın. 2. 100'ə 2 litr. Lap 2 litr yarım olsun. Yəni özünüz ara 2 litr yarım. Tam full şarjla plug-in hibriddir. Və eyni zamanda da tam full yanacaq çəni ilə, həm də əlbəttə ki, benzin belə deyək də bakı var. Bu maşını 1500 kilometr yol sürə bilərsiniz. 1500 kilometr məsafə verir. İndi kağızda 1500 yazır. Belə deyək də, lap real desək, sürüş tərzi zat 1320 kilometr. 1320 kilometr zarafat deyil. Və 100'ə 2 litr yarım içən bir maşın. Geely'dir. Geely Galaxy Starship 7. Bu maşın keçən il 2025-ci ildə tappa-tap kaset gəlirdi Bakıya. Sonra nəsə dayandı, bilmirəm nə baş verdi, nə oldu. Head-up display zat. Özə bu maşının full versiyasıdır, full. Yəni Geely bu günləri bildiyiniz Volvo'da, Kitayski Volvo. Bu da maşının çöl görüntüsü. 11.500 manatdır ilkin ödənişi. 2025 model, son model. Elə bir ki Volvo'da bildiyiniz. Yəni sadəcə olaraq bax əlimin belə bax bu Geely'nin markasının, bu logotipinin üstünə tutsam elə bir ki Volvo. Böylədir ki Geely'nin özünə nə gəlib ki? Geely bu günləri Volvo'nun 80% səhminə malikdir. Yəni Volvo bu günləri Geely'nindir. Sıfır maşındır ya, sıfır. Yəni işlənmiş maşın zat deyil. Görürsünüz də blomuz adı üstündədir, qapının üstündə. Goodyear təkərləri ilə zadı ilə.